Bismillah. Qoç bürcünü aprelin sonunda nə gözləyir? Bir abunəçimin xahişi ilə bunu deyirəm. Qoç bürcü aprelin sonu üçün proqnoz. Aprelin son günləri Qoç üçün enerjili, amma qərarverici bir dövr ola bilər. Qoç bürcü bu günlərdə xüsusilə 3 sahədə dəyişiklik görünür. Sevgi, keçmişdən qalan bir mövzu yenidən gündəmə gələ bilər. Münasibətdə olan qoçlar açıq danışsa, münasibət daha da möhkəmlənə bilər. Tək olanlar üçün gözlənilməz tanışlıq ehtimalı var. Pul, gözlənilməz bir gəlir və ya gecikmiş bir ödəniş ala bilərsiniz, amma ani xərclərə diqqət etmək vacibdir. Emosional alış-veriş zərər verə bilər. Həyat, aprelin sonu sizə yenidən başlama enerjisi gətirir. Uzun müddət düşündüyünüz bir planı həyata keçirmək üçün uyğun zamandır. Xüsusilə 28-30 aprel tarixlərində şansınız arta bilər. Ən vacib mesaj, keçmişi buraxdıqca yeni qapılar sizin üçün açılacaq. Qoç üçün bu dövr daxili gücünü yenidən hiss etmə zamanıdır.